Mövzumuz implantasiya və implantasiyadan sonra ağız gigiyenası, ağıza qulluq, yaraya qulluqdur və eyni zamanda ortopedik mərhələ bitdikdən sonra pasiyentlərin bir ömür boyu istifadə edəcəyi gigiyenik qaydalardır. Bunlara necə başlamaq olar? 10 illik implantoloji təcrübəsi olan bir həkim cərrah kimi söyləyə bilərəm ki, əvvəllər biz implantasiyadan sonra gigiyenik qaydalara çox diqqət yetirmirdik və bunun da ağır nəticələrini çox yaşadıq. Əməliyyatdan sonra gigiyenik qaydaları pasiyentlərə söyləmədikdə, demədikdə hansı problemlər yaranırdı? Ağızda olan tikişlərin üzərində çoxlu sayda diş ətləri əmələ gəlir və eyni zamanda yaranın infeksiyalaşmasına qədər gətirib çıxarda bilir və bu da yara açılmalarına və implantasiyanın müvəffəqiyyətinə və son nəticələrinə çox böyük mənfi təsir göstərirdi. Mən bu günləri artıq bütün cərrahi əməliyyatlardan sonra pasiyentlərimizə özəl Təpə firmasının Special Care deyən bir fırçası var. Bunun köməkliyi ilə pasiyentlərimizə eyni zamanda xüsusi gel, gingival gelin köməkliyi ilə yaraların səthini çox ehmalca və yavaş-yavaş yumağı tövsiyə edirəm. Və bu gün artıq əməliyyatdan bir həftə sonra pasiyentlər bizə gələndə nələr görürük və həmən pasiyentlər yaraların səthini gözəl şəkildə təmizlədiklərinə görə pasiyentlər yaraların üzərini yumuşaq fırça ilə, xloroksidi gellə təmizlədikləri üçün yara əməliyyat olduğu gün kimi təmiz qalır. Və bu da bizim implantasiyanın müvəffəqiyyətinə və son nəticəsinə çox böyük müsbət təsir göstərir. Yara açılmaları artıq bugün klinikamızda 0 səviyyəsindədir. Özəlliklə də böyük əməliyyatlarda augmentasiya, sümük köçürməsi əməliyyatlarından sonra pasiyentlərimizdə membran istifadə etdikdə yaralar açılmağa daha çox meyilli olurlar. Amma belə pasiyentlərə biz xloroksidi gellə, yumuşaq fırça ilə gigiyenik qaydalarını riayət etməyi söylədikdə bu yaralar artıq mən söyləyə bilərəm ki, son 4 ildə heç bir yaramızın üstü açılmır. O ki qaldı, bu bizim əməliyyatdan sonraki pasiyentlərimizə tövsiyə etdiyimiz gigiyenik qaydaları. Amma mən heç zaman usanmıram və yorulmuram pasiyentlərimə gigiyenik qaydalarını izah etməyə. Ortopedik mərhələ bitdikdən sonra da biz pasiyentlərimizə gigiyenik qaydalarını izahat veririk və inandırım sizə ki, bu da pasiyentlərdə ortopedik mərhələdən sonra, yəni dişlərə təhvil verdikdən sonra pasiyentə gigiyenik qaydalara doğru riayət etdikdə pasiyentlərin implantlarının ətrafında heç zaman diş ətləri və hər hansı bir qida qalıqları toplanmadığına görə bu implantların da ömrü uzanmağa başlayır. Çünki təmiz ağızda hər zaman uzun ömürlü iş olmağa başlayır. Biz pasiyentlərimizə gigiyenik qaydalarını izah edərkən nələrdən başlayırıq? Dişləri normal fırça ilə yumağa məsləhət görürük və bu yuma hərəkətlərini hər zaman dairəvi və aşağı-yuxarı hərəkətlərlə həyata keçirməyi məsləhət görürük. Bundan sonra bildiyimiz kimi implantların quruluşu və ortopedik konstruksiyası dişlərdən fərqli olduğuna görə onların ara sahələrini, özəlliklə lingual, dil səthlərini yuyub təmizləmək nisbətən çətin olduğuna görə bu problemi artıq Təpə firması özəl fırçaların köməyi ilə aradan qaldırdı və özəl əyimli fırçaların köməyi ilə pasiyentlərimizə birinci fırçanı istifadə etdikdən sonra ikinci fırçanın köməyi ilə dil səthlərini və eyni zamanda yuxarıda isə damaq səthlərini yumağı məsləhət görürük. Özəlliklə implant yerləşdirmiş pasiyentlərdə ortopedik konstruksiya, yəni dişlərin quruluşu nisbətən normal dişlərdən fərqli olur və ona görə də belə pasiyentlər dişlərini yuyub təmizləməkdən əziyyət çəkirlər. Amma bu problemi də yenə Təpə firması həll etmişdir və özəl əyimli fırçalardan istifadə edərək pasiyentlərə biz özəlliklə tövsiyə edirik ki, lingual tərəfdə iç yüzlərini və eyni zamanda yuxarı çəndədə, damaq tərəfdə bu özəl, incə, hər yerə girə biləcək fırçalardan istifadə edirlər. Tövsiyə edirik pasiyentlərimizə. Bununla yanaşı, eyni zamanda pasiyentlərimizə yenə implant fırçası deyilən özəl fırçalardan
çox ensiz və eyni zamanda tükləri uzun olan fırçalardan istifadə edilməsi görülüb. Bunlar çox ensiz olduğuna görə özəlliklə yanaq səthlərində implantların boynunu təmizləmək üçün çox əlverişli fırçalardır. Və təbii ki, mən yenidən qayıtmaq istəyirəm. Normal fırçaların dişin bütün səthlərini yumaq mümkündür. Amma eyni zamanda implant fırçalarının köməkliyi ilə daha çətin keçilə bilən yerləri təmizləmək məsləhətdir. Və bununla yanaşı təbii ki, implantların və yaxud da dişlərin arasını fırçalamaq üçün diş arası fırçalardan istifadə etmək məsləhət görülür. Özəlliklə implant konstruksiyalarında dişlər arasında məsafə böyük olduğuna görə bu məsafələrə qida qalıqlara daha tez toplana bilir və bu pasiyentlər çox əziyyət çəkir. Özəlliklə Təpə firmasının diş arası fırçalarını pasiyentlərimizə məsləhət görürük. Bunu mən əyani olaraq bu şəkildə göstərmək istəyirəm. Və səmimi söyləyə bilərəm ki, artıq Təpə firmasının bu məhsullarından istifadə etdikdən sonra bizim həm cərrahi olaraq heç bir problemimiz qalmamışdır və eyni zamanda pasiyentlər bu fırçalardan istifadə etdikləri üçün implant konstruksiyaları uzun müddətli pasiyentlərin ağzında qala bilir. Belə bir sual oluna bilər ki, təbii ki, bu pasiyentlər bu fırçalar təyin olunmasa nələrə baş verə bilər? Bizim bildiyimiz kimi normal dişlərin boyunlarında liqamentar bağlar var və bu liqamentar bağlar infeksiyaların və yeyərkən qida qalıqlarının dişin boynuna daxil olmasının qarşısını alır. Amma çox təəssüf olsun ki, implantların boynunda bu liqamentar bağlar olmadığı üçün açıq qapı infeksiyası hər zaman vardır və implantlar dişlərdən daha çox infeksiyaya həssasdırlar. Ona görə də bu gigiyena qaydalarına əməl etməyən pasiyentlərdə implantların infeksiyalaşma, periimplantit olma şansı daha çoxdur. Nəinki normal dişlərin periodontit olması. Ona görə də özəlliklə həm pasiyentlərimizə, həm həkim kolleqalarıma özəlliklə məsləhət görürəm ki, implantasiyadan sonra, eyni zamanda dişlər bitdikdən sonra gigiyena qaydalarına özəl diqqət yetirsinlər və hər zaman sizin müvəffəqiyyətinizi artıracaq. Təbii ki, fırçalama qaydalarından və tövsiyələrdən danışdıq. Bununla yanaşı fırçalar seçərkən nələrə diqqət etmək lazımdır? Özəlliklə incə diş əti biotipi olan insanlar nisbətən yumuşaq fırçalardan istifadə etməlidirlər. Fırça seçərkən, diş arası fırçalar seçərkən özəlliklə həkim tərəfindən, həkimin məsləhəti ilə dişlərin arasındakı olan məsafənin böyük və kiçikliyinə görə yenə də Təpə firmasında hər cür diş arası üçün fırça ölçüləri vardır. Bunlara diqqət etmək lazımdır. Çünki çox kiçik bir diş aralığına böyük fırça seçdikdə o həmən boşluğa girməyə bilər və təmizləməyə bilər və yaxud da ki, tərsinə böyük bir boşluğa kiçik ölçülü fırça təmizləməyə çalışsaq, həmən aralıq hissəni yaxşı təmizləməyə bilər. Bu, fırça seçiminə əlaqədar olan qaydalar və bununla yanaşı, təbii ki, gündəlik təmizləmə çox önəmlidir. Amma özəlliklə də implant ağzında olan pasiyentlər mütləq 3-6 aydan bir professional təmizləmə olunmalıdır. Yəni, kliniki şəraitdə həkim tərəfindən. Bunun üçün də öz həkiminizlə hər zaman əlaqədə olmağınız lazımdır və bu yenə də sizin implantlarınızın ömrünü daha da uzadacaqdır və siz hər zaman bu işdən razı qalacaqsınız. Sizə sağlam təbəssüm, gözəl gülüş arzu edirəm.